Əleykum, hər kəsə Allahın adı ilə salamlayıram. Bu gün mən sizə din haqqında bir məlumat danışacağam. Onda başlayaq. Bismillah. Dua olaraq İxlas, Fələq və Nəs surələri. İxlas, Fələq və Nəs surələri dua kimi də oxuya bilərik. Bu surələrin mənası belədir. Ya Peyğəmbər, Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə de. Mənim Rəbbim olan o Allah birdir. Heç bir şəriki yoxdur. Allah heç kəsə, heç nəyə möhtac deyildir. Hamı ona möhtacdır. O əzəlidir, əbədidir. O nə doğmuş, nə də doğulmuşdur. Allah özünə heç bir övlad götürməmişdir. Onun heç bir tayı, bərabəri, bənzəri də yoxdur. Ya Peyğəmbər, de, pənah aparıram sübhün Rəbbinə, yaratdıqlarının, insanların, cinlərin, vəhşi heyvanların şərindən, zültümə bürünməkdə olan gecənin və ya batan ayın ziyası, sönən ulduzların şehirdən, olsun oxuyub düyünlərə üfürən, yaxud cadu edib iplərə düyün vuran qadınların şərindən və bir də paxıllığı tutanda paxılın şərindən. Ya Peyğəmbər, de, pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların tanrısına vəsvəsə verən, Allahın adı çəkiləndə isə qorxusundan qaçıb gizlənən şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. O şeytan ki, cinlərdən də olur, insanlarda da və ya o şeytan istər cinlərdə olsun, istər insanlarda. Salam aleykum.